Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve l'aqibatu lil muttaqin. Ve la udvana illa alel zalimin. Ve salli ve sellim alel mebuthi rahmeten lil alemin. Nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve muttabi'i sünneti ile yevmiddin. Keçən dərsimizdə əsma və sifət tövhidi, rububiyyət tövhidi və əsma və sifət tövhidi barəsində danışmışdıq. Bugünkü dərsimiz uluhiyyət tövhidi barəsində olacaq. Bir şey qeyd etmək lazımdır ki, yəni rububiyyət tövhidi ilə əsma və sifət tövhidi bir növdəndir. Onların ikisi də etiqadı tövhiddir. Tövhidin etiqadı qisminə, növünə daxilir. Tövhidin iki növü var və üç qismi var. Rububiyyət tövhidi ilə əsma və sifət tövhidi tövhidin bir növünə daxildir. O da etiqadi qisminə. Yəni, əməli tövhid deyil. Uluhiyyət tövhidi kimi. Ona görə də bəzi elm əhli rububiyyət tövhidi ilə əsma və sifət tövhidinə eyni adı veriblər. Bir adı veriblər, yəni bir növün içinə daxil ediblər. O da nədir? Tövhidul mərifət və isbət. Bilmək və isbat etmək tövhidi və yaxud tövhidul ilmi və xəbəri. Elmi və xəbəri tövhid. Çünki quldan bu tövhidlərə qarşı tələb olunan nədir? Bilsin və isbat eləsin. Allahın feillərini, adlarını və sifətlərini bilsin və bunları Allah subhanət halaya nə etsin? İspat etsin. Yəni, amma əməli tövhid deyil, bir növdür. O da elmi növüdür. Yəni, tövhidin birinci növüdür. O da nədir? Elmi və ispat tövhidi. Yəni, bilmək və ispat etmək. Buna nə daxildir? Rububiyyət və əsma və sifət. Çünki qul ancaq burada qula düşən nədir? Qula düşən bilmək, Allahı tanımaq və ispat etməkdir. Heç bir əməl etmir. Neynir? Bilir və neynir? Ona etiqad edir, ispat edir. Ona görə də yəni burada nisbətdir. Yəni sən bilirsən və Allaha nisbət edirsən bunu. Tövhid ilahiyyə gəldikdə isə, ilahiyyət tövhidinə və yaxud ibadət tövhidinə gəldikdə isə tövhidin bu növü əməli tövhiddir. Yəni tövhidin bu növündə əmr var, hansı ki o əmirdir ki, feilini bir nəfərə eləməlisən. Feilini, insan öz əməlini bir nəfərə etməlidir. Bu da nədir? Allah subhanət haladır. Və yaxud nəhi var ki, sən feilini, hansısa əməli bir nəfərə görə tərk edirsən. O da Allah subhanət haladır. Bu da tövhidin bu növünə də tələbdə və qəsddə olan tövhid deyilir. Və yaxud iradə və tələb tövhidi deyilir. Burada da bu növündə də, tövhidin bu növündə Allaha ibadət, tək Allaha ibadət etməyə çağırış var. Və Allahdan başqasının ibadətini tərk etmək. Necə ki, İbn Əbil-İz Aqidət-i Təhaviyyən şərhində buyurur. O 42-ci, 43-cü səhifələrində. Tövhidin bu qismində barəsində kəlam çox uzundur. Çünki peyğəmbərlərlə öz qövmləri arasında olan mübahisə tövhidin bu qismi üzərində, bu növü üzərində olmuşdur. İnşallah bir neçə məsələlərlə kitabın əvvəlində təfsilatsız olaraq zikr edəcək bir neçə məsələləri və sonra tövhidin gələn fəsillərdə tövhidin bu qisminə geniş yer bölünəcək. Birincisi, onu bilmək lazımdır ki, tövhidin məfhumu dedikdə, tövhidin məfhumu, yəni şəriət, biz bildik ki, tövhid neçə növü var? İki növü var. Birincisi, bir növə, iki növü var və üç qismi var. Elə də elə deyil. Tövhidin iki növü var və üç qismi var. Birinci növü elmi və isbat, etiqadi növüdür. Buna deyirlər ki, nisbətdir. Yəni, sən quldan bunu bilib, yalnız isbət etmək lazımdır. Yəni, sən Allahı təkləşdirsən də bu növdə, təkləşdirməsən də Allah nədir? Təkdir.
Allah Taala sənin təkləşdirməklə, kimin də təkləşdirməsi ilə tək olmayıb. Yəni sən Allaha bunu isbat etsən də, isbat etməsən də Allah Taala təkdir. Ad və sifətində şərik yoxdur, onun rububiyyətində şərik yoxdur. Tövhidin ikinci növü isə əməli tövhiddir, əməli növüdür. Burada sən artıq öz əməllərində Allahı təkləşdirirsən. Burada qulun əməlidir, qulun feilidir. Yəni, sən öz əməlində neynirsən? Allahı təkləşdirirsən. Ona görə də İbn-i Qeym Rəhməllahın bir kəlamı var, deyir ki, وَلِوَاهِدٍ كُنْ وَاهِدًا فِي وَاهِدٍ عَنِ طَرِيقَ الْحَقِّ وَالْإِيمَانِ Deyir ki, tək üçün, tək şeydə tək ol. Tək üçün, tək şeydə tək ol nə deməkdir? Yəni, tək üçün, tək kimdə Allahdır, rububiyyətində, əsma və sifətində təkdir. Sən o təkləşdirsən də, təkləşdirməsən də o təkdir. Tək ol, nədir? Yəni, ibadətini tək Allaha sərf elə, əməllərini yalnız ona sərf elə. Tək şeydə tək ol ona. Yəni, tək şeydə nədir? Yəni, şəriətdə. Haqq və iman olur. Yəni, Allaha da ibadəti nəydə etməlisən? Yalnız Peyğəmbər s.ə.v gətirdiyi şəriətlə etməlisən. Yoxsa ibadət qəbul olunur, yoxsa olunmur. Olunmur. Tövhid dedikdə məfhumun, yəni tövhidin məfhumu da Allahı ibadətdə təkləşdirmək deməkdir. O da qulun əməlidir. Qul Allahı öz itaətində təkləşdirir. Və Allah Subhanahu Taala'dan başqa heç bir kəsə ibadət etmir, ona yönəlmir. Bütün ibadətində nə edir? Allahı təkləşdirir. Allahdan başqasına ibadətini yönəltmir və bu da tövhidin mənasıdır. Yəni, elm əhli tövhid uluhiyyə deyirikdə bunu nəzərdə tuturlar. Yəni, Allahı ibadətdə təkləşdirmək. Amma tövhid kəlməsi, dedik ki, tövhid qismlərə bölünür, 3 qismi var. Amma tövhid kəlməsi şəriətdə mütləq olaraq gələrsə, heç bir izafəsiz, yəni, gəlir ki, tövhid. Bilinmir ki, rububiyyət tövhididir, əsma və sifət tövhididir və yaxud uluhiyyət tövhididir. Elə deyil. Hə? Tövhid kəlməsi mütləq olaraq gəldikdə, yalnız bundan uluhiyyət tövhidi nəzərdə tutulur. Şəriətdə tövhid kəlməsi mütləq olaraq gəldikdə, bundan uluhiyyət tövhidi nəzərdə tutulur. Çünki qul əgər uluhiyyət tövhidini yerinə yetirərsə, uluhiyyət tövhidini gerçəkdirərsə, bu ona dəlalət edir ki, qul etiqad etmişdir ki, Allah Subhanahu Taala zatında da, sifətlərində də, feillərində də təkdir, onun heç bir şəriki yoxdur, onun heç bir bənzəri yoxdur, nə rububiyyətində, nə də əsma və sifətində. Nə üçün uluhiyyət tövhidi qulun rububiyyət tövhidinə bir də Allahın kamil sifətlərini isbat etməsinə dəlalət edir? Yəni, əgər qul uluhiyyət tövhidini yerinə yetirərsə, ilk dəlildir ki, rububiyyət tövhidini də yerinə yetirib, etiqad edib, əsma və sifət tövhidini də yerinə yetirib. Yəni, biz keçən dərslərimizdə nəyi keçmişdik? Tadammun və iltizam, tövhidin qismləri arasında əlaqəni keçmişdik. Demişdik ki, özü-özündə tövhid qismləri nədir? Hökmü eynidir. Amma qulda isə, qul ola bilsin ki, birinə iman gətirir, amma başqasında şərik qoşur. Amma qul ola bilsin ki, rububiyyətə iman gətirsin, uluhiyyətə nə etsin? Şərik qoşsun. Amma uluhiyyətdə qul iman gətirdikdə, uluhiyyət tövhidində iman gətirdikdə, bu dəlil edir ki, qul Allahı həm rububiyyətində təkləşdirir, həm də nəyində təkləşdirir? Əsma və sifətdə təkləşdirir. Niyə görə? Çünki deyir, tövhid, yəni uluhiyyət tövhidi, Allahı uluhiyyətdə təkləşdirən, o deməkdir ki, o Allahı etiqadında da təkləşdirir, yəni rububiyyətində və əsma və sifətində təkləşdirir. Çünki insanın fitrətində və ağlında var ki, həm fitrətdə, həm də ağıl ona görə qəbul edir ki, ibadəti yalnız Rəbb hər şeyi idarə edən kamil sifətlərə malik olan haqlıdır ibadətə. Yalnız ibadət kimin haqqıdır? Rəbbin və kamil sifətlərə malik olanın.
Məbud iki şeyə görə ibadət olunur. Məbuda iki şeyə görə ibadət olunur. Yəni, kim bir şeyə ibadət edirsə, iki şeyə görə ibadət edir. Eləcə də Allaha ibadət edir. Eləcə də tərə ibadət edir. Niyə görə dedik ki, məsələn, uluhiyyət təvhidi dəlalət edir ki, qul Allahı rububiyyətində də təkləşdirib və ad məsəllərində də təkləşdirib. Çünki məbud iki şeyinə görə ibadət olunur. Birinci, xaliq olduğuna görə, qulları yaratdığına görə, onların sahibi olduğuna görə və onların idarəçiliyi onun əlində olduğuna görə. Allah da deyir ki, وَمَا كَانَ مَعْهُ مِنْ إِلَهِ Allah ilə yanaşı heç bir ilah yoxdur. İzən ləzəhəbə kullu ilahin bimə xalaq. Əgər ilah olsaydı, yəni Allahla yanaşı başqa bir ilah olsaydı, hər bir ilah yaratdığını özü ilə aparardı. Yəni ilah, əgər Allahdan başqa ilah olsaydı, özündən yaratdığını özü ilə birgə nə edərdi? Aparardı və istəyərdi ki, ona ibadət etsinlər. Yəni, qul Allaha, yəni məbud birincisi ibadətə olunur ki, ona görə ki, xeyr və şər onun əlindədir. İkincisi, zatına görə ibadət olunur. Bu da ancaq ona görədir ki, yəni əgər həmin ibadət olunan kamil sifətlərə məxsusdursa və onda heç bir naqis, ayıb sifətlər yoxdursa, ona görə də İbrahim əleyhissalam öz atasına deyir ki, ya əbəti, limə tə'budu mə lə yəsmə və lə yubsir və lə yuğni ankə şeyən. Məryəm surəsinin 42-ci ayəsində. İbrahim əleyhissalam deyir ki, ey ata, niyə görə eşitməyən, görməyən və sənə heç bir fayda verməyən şeylərə ibadət edirsən? Görürsən, yəni məbud nəyə görə ibadət olunur? İki şeyə görə. İbrahim əleyhissalam atasının ibadət etdiyi bütlərin batil olmasını da iki tərəfdən sübut elədi. İki tərəfdən inkar edir. Nə birincisi, lə yəsmə və lə yubsir. Nə görmür, nə də eşitmir. Sifətlər nədir? Naqisdir. İkincisi də, və lə yuğni ənqə şeyən, sənə heç bir fayda vermir. Bu da nədir? Rububiyyəti də yoxdur. Və İbrahim əleyhissalam başa salır ki, kamil sifətlərə olmayan, naqis, məbud ola bilməz. Və bəyan edib ki, bu fitri bir dəlildir. Necə ki, İbn Teymiyyə deyir, dər təarudul aql və nəqillə. Qul, yəni öz ibadəti ilə birinə yüksələrsə, artıq o etiqad etmişdir ki, bu yüksəldiyi şəxs, yəni bu ibadət etdiyi şəxs, xeyr və şər kimin əlindədir? Onun əlindədir. Kamil sifətlərə malik olan odur. Onun işlərini yönəldən kimdir? Həmin ibadət etdiyidir. Ona görə də Allaha şərik qoşmaq, ibadətdə şərik qoşmaq, Allahdan başqasına yönəlmək, Allahın rububiyyətini naqisləşdirmək sayılır. Bax, görürsünüz, təvhid qismlərində necə birdir? Bax, qul bir nəfər bir şeyə ibadət edirsə, bu o deməkdir ki, etiqad edir ki, bu ibadət etdiyi xeyir şər verə bilir və eləcə də kamil sifətlərə məxsusdur. Elə də elə deyil. Ona görə də niyə görə bəs şirk, Allaha şərik qoşmaq ibadətdə Allah da deyir ki, əbədiyyən cəhənnama girəcək? Çünki Allaha ibadətdə şərik qoşan Allaha nəydə də şərik qoşur? Həm rububiyyətində, həm də ad və sifətlərində. Görürsünüz, təvhidin qismlərinin nətər bir-birindən ayrılmır. Və Allahın rububiyyət həzzini naqisləşdirir. Və Allah Subhanahu taalanın əzəmətini yıxır. Ona görə də Allaha şərik qoşmağı Allah barəsində pisən adlandırıb. Altdəlikü və yuəzzibən münafiqin vəl münafiqat vəl müşrikin vəl müşrikat əzzaninə billəhi zannə su. Allah Teala deyir, münafiq kişilər və münafiq qadınları, müşrik kişilərlə müşrik qadınları Allah barəsində pis zənn edənləri nə edəcək? Əzab verəcək.
Nə Allah Taala müşriklərə, qadınlara, müşrik kişilərə, münafiq qadınlara, münafiq kişilərə nə adlandırdı? Deyir ki, Allah barəsində pis zənn edənlər. Yəni, müşrikin Allah barəsində pis zənni onun Allaha ibadətdə şirkidir. Çünki Allaha ibadətdə şirk qoşduqda həm Allahın rububiyyətini naqisləşdirir və həm də Allah Subhanahu taalanın kamil sifətlərini Allah Subhanahu taaladan başqasına nə edir? Nisbət verir. Buna görə də Allah Subhanahu taala, yəni o pis zəndir ki, Allah Subhanahu taala öz kitabında 3 yerdə müşriklərin Allah Taalanı haqqı ilə qiymətləndirmədiyini bildirir. Həmin o su zəndir. Yəni təvhid dedikdə kəlmə, şəriətdə təvhid deyildikdə itlaq olunluqda heç bir qeydsiz, izafəsiz hansı təvhid nəzərdə tutulur? Uluhiyyət təvhidi. Dedikdə ki, təvhid uluhiyyət dedikdə təvhidin mənasıdır. Və bunu da 3 dəlil dəvət edir ki, təvhid dedikdə niyə görə uluhiyyət təvhidi nəzərdə tutulur? 3 dənə dəlil var, indi inşallah zikr edilir. Ona görə bax, görsən məsələn, mütəkəllimdən şübhələri nədir? Qəbirlərdən istəməkdə, başqasını təvəssül etməkdə, şəfaətdə. Çünki onlara görə la ilahe illallah kəlməsi birinci deyirlər ki, Allahdan başqa xaliq yoxdur. Bu məsələyə də toxunacaq inşallah. Deyirlər ki, Allahdan başqa xaliq, yaradan yoxdur. Deyir, əgər bir nəfər qəbirə ibadət edirsə, qəbirə qurban kəsirsə, ondan nəsə istəyirsə, əgər etiqad etməzsə ki, həmin qəbirdəyi Allahla yanaşı evlad verir, evlad alır və yaxud hər şey onun əlindədir və yaxud özü özlüyündə Allahdan ayrı olaraq işləri idarəçilik edir. Əgər bunu etiqad etməzsə, onda nə olar? Onda deyir, bu şirkdir, bu təvəssüldür. Problem yoxdur bunda. Görsünüz nə tür şübhadır. Biz də deyirik ki, birincisi bu absurd. Niyə görə absurd? Çünki qəbirdən istəyən etiqad eləyir ki, bunun əlindədir şey. Deyir ki, ya filan kəs baba, mənə evlad ver. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni evlad verən kimdir? Allah Taala. Evlad alan kimdir? Allah Taala. Görürsünüz, bir ibadətdə şərik qoşuldu. İbadətdə nədir? Duanı neynədir? Allah Taala deyir ki, "Vənnə məsəcidillər fələ təduməllah əhədə." Həqiqətən məscidlər Allah məsciddə Allahla yaxşı heç dua etməyin. Peyğəmbər sallallahu deyir ki, "Əd-dua huvel ibadə səhih." Hədisdə dua ibadətdir. Birinci ibadəti neynədir? Həmin kişiyə yönətdi. Filankəs babaya. İbadəti həmin kişiyə yönətməklə etiqadında nə oldu? Filankəs baba verir. Bu nəydə şirkdir bir şey? Bu Allahın rububiyyətində şirkdir. Çünki verən, alan, dirdilən, öldürən kimdir? Allah Taaladır. Üçüncü şirkdə gəldi nəydə? O asma və sifətdə. Nədir? Bunu eşidir. Çünki eşitmək, görmək, hətta olmayan, hər şeyi görən, hər şeyi eşidən kimdir? Allah Subhanahu. Oturub evində filankəs baba 2000 kilometr bundan aralıda, qəbrin altında, torpağın altında sümükləri çürüyüb, deyir, ay filankəs baba mənə kömək elə. Neynədir? İbadəti ona yönətdi, dua etdi. Rububiyyətdə şərik qoşdu. Nə idi? Allahdan rububiyyətində şərik qoşdu. Deyir ki, filankəs fayda verib ziyan verə bilər. Üçüncü də ad və sifətlərdə şərik qoşdu ki, eşidir. Hanı bəs sizin dediyiniz ki, əgər etiqad etməzsə? Bunu etiqad etməsəydi, ona ibadət eləməzdi. Bu adam etiqad etməsəydi ki, filankəs baba verir, alır, nəvimlə qayırır, onu dua edib çağırmazdı ki, filankəs baba mənə kömək elə. Elə də elə deyil. Görürsünüz, deməli, təvhidin qismləri, yəni uluhiyyətdə şərik qoşmaq hara apardı? Həm Allah Subhanahu taalanın rububiyyətində şərik qoşdular, həm də əsma və sifətində şərik qoşdular və Allah Subhanahu taalanın rububiyyətinin həzzini naqisləşdirlər. Ona görə də Allah Subhanahu taala deyir ki, İnnəllaha la yəğfiru ən yüşrəkə bihi və yəğfiru mə dunə zəlikə limən yəşə. Həqiqətən Allah ona şərik qoşulmasını bağışlamaz və bundan qeyri, bundan aşağı bütün günahları nə edər? Bağışlayar. Çünki şərik qoşan Allah Subhanahu taalanın bütün sifətlərdən nə edir? Naqisləşdirir. Birisi təvhidin bütün qismlərində. Yəni hər qismə xələl, başqa qismlərə xələldir. Xüsusilə də uluhiyyət təvhidi. Çünki uluhiyyət təvhidi
peyğəmbərlərlə qövmləri arasında olan mübahisə uluhiyyət tövhidinin üstündə olub. Yəni, hamısı iman gətirib ki, Allah var, Allah təkdir, Allahdır verən, alan. Amma Allahdan başqasına ibadət etməklə nə edirdilər? Deyildi ki, bunlar Allah qatında bizim nəyimizi şəfaətçimizdir. Şəfaət, Allah qatında da şəfaətçi götürmək, müşriklərin etdiyi kimi və Allahdan başqasına ibadət etmək nədir? Allah barəsində pis zəndir. İnşallah şəfaət mövzusunda o məsələyə də toxunacaq. Dedik ki, yəni, şəriətdə tövhid deyildikdə heç bir qeydsiz hansı tövhid nəzərdə tutulur? Uluhiyyət tövhidi. Və 3 dəlil var bunu sübut etməyə. Birincisi, lüğəti dəlil. Tövhid ləfzi elə özü dəlalət edir ki, tövhiddən qəsd ibadət tövhididir, rububiyyət tövhidi ilə əsma və sifət tövhidi deyil. Tövhid feilin məsdəridir. Vahədə, yuvahhidu tövhidən. Yəni, vav, hə, dəl hərfləri lüğətdə təkliyə, təkləşdirməyə dəlalət edir. Təkləşdirmək. Təklik yox, təkləşdirməyə dəlalət edir. Tövhid təf'il vəznindədir. Mənası da təkləşdirmək deməkdir. Necə ki, mu'cəm məqayis-i lüğədə gəlir. Allahı rububiyyətdə və əsma və sifətdə təkləşdirmək zatıdır. Qulun əməli deyil. Yəni, lüğətdə niyə görə deyirik ki, tövhid kəlməsi, uluhiyyət tövhidini dəlalət edir? Çünki lüğətdə tövhid təkləşdirmək deməkdir. Amma rububiyyət tövhidi ilə əsma və sifət tövhidində qul Allahı təkləşdirir, yoxsa Allah elə zatında təkdir? Təkləşdirsən də təkdir, təkləşdirməsən də nədir? Təkdir. Deməli, qul rububiyyət tövhidi ilə əsma və sifət tövhidində Allahı təkləşdirmir. Çünki rububiyyət tövhidi ilə əsma və sifət tövhidi zatı tövhiddir. Sən təkləşdirsən də, təkləşdirməsən də Allah Subhanahu taala rububiyyətində, ad və sifətlərində nədir? Təkdir. Sən yalnız etiqad edirsən. Etiqad edirsən. Amma sənin təkləşdirmək isə, yəni qulun Allahı təkləşdirmək isə qul öz əməlində, öz qəsdində, öz yönəlməyində Allahı təkləşdirməkdir. Allahdan başqasına ibadət etməmək, Allahdan başqasına yönəlməmək yalnız kimi təkləşdirməkdir? Allahı təkləşdirməkdir və bu da nədir? İbadətdir. Yəni, Allahı ibadətdə təkləşdirmək. Yəni, lüğətdə də fikir verirsiniz, tövhidin mənası nəyə dəlalət elədir? İbadət tövhidinə. Çünki lüğətdə tövhid təkləşdirmək deməkdir. Yəni, Allahı təkləşdirmək. Əsma və sifətlə rububiyyətdə sən təkləşdirirsən, yoxsa təkləşdirmirsən? Təkləşdirməsən. Təkləşdirsən də, təkləşdirməsən də, onsuz da təkdir. Hə? Sən yalnız nisbət edirsən. Amma ibadətində təkləşdirirsən, yoxsa təkləşdirmirsən? Təkləşdirirsən. Ona görə lüğət nəyə dəlalət edir? Lüğət dəlalət elədi ki, tövhid nə deməkdir? Tövhid uluhiyyət tövhid deməkdir. Allahı ibadətə təşkil. İkinci dəlil isə məxluqların icmasıdır. Çünki məxluqlar Allahı rububiyyətdə və əsma və sifətdə təkləşdirməyə icma edirlər. İcma ediblər. Və heç bir məxluq Allah Subhanahu taalaya tövhidin bu qismində şərik qoşmayıblar. Bütün Adəm evladı, yəni Adəm əleyhissalamın yer üzünə göndərildiyindən sonra bütün Adəm evladı Allah Subhanahu taala ad və sifətlərində və rububiyyətdə nə ediblər? Təkləşdiriblər. Necə ki, İbn Teymiyyə rahmetullah buyurur ki, وَقَدْ ذَكَرَ أَرْبَابُ الْمَقَالَاتِ مَا جَمْعُ مِنْ مَقَالَاتِ الْأَوَّلِينَ وَالْآخِرِينَ فِي الْمِلَلِ وَالنِّحَلِ وَالْآرَاءِ وَالدِّيَانَاتِ فَلَمْ يَنْقُلُوا عَنْ أَحَدٍ إِثْبَاتِ شَرِيكٍ مُشَارِكٍ لَهُ
fi xalq cəmi'il məxluqat və la muməthil ləhu fi cəmi'is sifat. İbn Teymiyyə rəhməhullah buyurur ki, وَقَدْ ذَكَرَ أَلْبَابُ الْمَقَالَةِ مَا جَمْعُ مِنْ مَقَالَةِ الْأَوَّلِ وَالْآخِرِ. Artıq deyir, yəni məqalət böyükləri, məqalət nədir? Yəni dinlər, əqidələr barəsində yazanların ən böyük alimləri, yəni dinlər və əqidələr barəsində yazan ən böyük alimlər bütün əvvəlki və axırki dinlər barəsində, firqələr barəsində, rəylər barəsində deyir, cəm ediblər və heç bir şəxsdən nəql etməyiblər ki, kimsə Allah Subhanahu taalaya bütün məxluqları yaratmaqda və yaxud Allahın sifətlərində şərik isbat etsin. Yəni, heç kim Allahın rububiyyətində və yaxud sifətində Allaha şərik qoşmayıb. Bəl min a'zam ma naqulu fi zalika qawlu thanawiyyah alladhina yaquluna bil aslin an-nur və zulmə və anna an-nur xalaqal xayr və zulmə xalaqatiş-şər. Deyir, yəni pis, yəni rəvayət etdikləri, nəql etdiyi şey sənəviyyələrin sözdür. Sənəviyyələrin, məcusilərin sözləridir. Yəni Allaha rububiyyətdə şərik qoşmaq barəsində. O şəxslər ki, iki əsl barəsində deyirlər, nur və zülmət barəsində və onlar da nə deyirlər? Deyirlər ki, nur xeyri yaradıb, zülmət isə şəri yaradıb. Thumma zəkaru ləhum fi zulməti qovləyin. Sonra da zülmət barəsində iki söz rəvayət edirlər. Əhədumə ənəhə muhtəsən fətəkun min cümlətil məxluqat ləhu. O sözlərdən biri odur ki, zülmətin özü məxluqdur. Yəni, zülmət özü məxluqdur. Nur yaradıb zülməti. İkinci qövlü odur ki, zülmətin özü də qədimdir. Yalnız, ləkinnəhə ləm təfəlu illə şər, yalnız ancaq şərdən başqa heç nə etmir. Fəqənət nəqisətən fi zətiyyə və sifətiyyə və məfulətiyyə anin nur. Buna görə də həm öz zatında, həm sifətlərində, həm də etdiyi şeylərdə nurdan naqis olur. Yəni, hətta ən pisi və sənəviyyədir. Yəni, məcusilərdir. Deyirlər ki, iki dənə əsl var, zülmət və nur. Və onlar da tam şəkildə şərik qoşmurlar. Deyirlər ki, nur xeyr yaradır, zülmət isə şəri yaradır. Deməli, xeyri yaradan şərdən nədir? Xeyridir. Görsən, yenə tam hər tərəfdən Allah Subhanahu taalaya rububiyyətində və əsma və sifətində şərik qoşan yoxdur. Eləcə də Razi bunu nəql edib, yəni İbn Teymiyyənin sözü kimi ona bənzər bir sözü Razi zikr edib Təfsir Kəbirdə. Ona görə də bu, yəni rububiyyətlə, uluhiyyət, ad və sifətlərə iman gətirmək Allah Subhanahu taalanın müşriklərə isbat etdiyi imandır. Necə ki, əvvəldə zikr etdik, Allah təala da buyurur ki, وَمَا يُؤْمِنْ أَكْثَرُهُمْ بِاللَّهِ إِلَّا وَهُمْ مُشْرِكُونَ. Onların çoxu Allaha yalnız şərik qoşaraq iman gətirərlər. Yəni, Allah Subhanahu taala rububiyyətində və əsma və sifətində, ad və sifətində təkləşdirirlər və Allah Subhanahu taalaya ibadətdən nə edirlər? Şərik qoşurlar. Bu da vacib təvhidin nə idi? Xilafıdır. Bu da ona dəlalət edir ki, yəni təvhid dedildikdə, yəni rububiyyət təvhidindən əsma və sifət təvhidi nəzərdə tutulmur. Nə üçün? Çünki onsuz da məxluqlar Allahı rububiyyət təvhidindən əsma və sifət təvhidində nə ediblər? Təkləşdiriblər. Heç bir şəxs, yəni Allah Subhanahu taalaya necə ki, İbn Teymiyyə zikr edir Tədmuriyyədə 115-ci, 116-cı səhifələrdə, yəni heç bir şəxsən nəql olunmayıb ki, Allaha rububiyyətində və əsma və sifətində şərik qoşsunlar. Əgər təvhid o təvhid olsaydı, təvhiddən qəsd, rububiyyətlə əsma və sifət olsaydı, Allah Taala niyə görə peyğəmbər göndərib insanları dəvət edirdi həmin təvhidə? Çünki onsuz da qullar buna nə edirlər? İman gətirirlər. Üçüncü dəlil isə şəriətin istifadə etdikdə muradıdır. Yəni, şəriət təvhid kəlməsinin istifadə etdikdə muradı nə olub bundan?
Yəni, şəriət tohidi, tohid kəlməsində istifadə etdikdə şəriətin muradı, qəsdi odur ki, Allahı ibadətdə təkləşdirmək. Şəriət tohid dedikdə bu nə olur? Bu nəzərdə tutulur. Və Allah Subhanahu taala da peyğəmbərləri yalnız bununla göndərib bu tohidi əmr edib. Allah təala ki, "Və mə umiru illə liya'budu ilahan vahidən la ilaha illahu." Onlara yalnız tək bir ilaha ibadət etmək əmr olunmuşdur. La ilaha illahu, ondan başqa ibadət haqqı olan məbud yoxdur. Tövbə surəsinin 31-ci ayəsi. Və o şəxslərə ki, yəni peyğəmbərlər göndərilmişdi, onlar da bunu düzgün başa düşürdü. Yəni o şəxslərə ki, peyğəmbərlər göndərilmişdi ki, Allaha ibadət edin, Allaha ibadətdə təkləşdirin, onlar da belə başa düşmüşdülər ki, tohiddən məqsəd nədir? Allahı ibadətdə təkləşdirməkdir. Tohiddən məqsəd rububiyyətdə, əsma və sifətdə təkləşdirməkdir. Yəni, müşriklərin özü tohidi gözəl başa düşürdülər. Ona görə də deyirdilər ki, "Qalu əcitənə lina'budallaha vahdahu və nəzara mə kana ya'budu abauna." Sən gəlmisən ki, biz tək bir Allaha ibadət edək və atalarımızın ibadət etdiyi şeyləri tərk edək. Görsən, hətta peyğəmbərlər göndərilən qövmlər də belə nə edirdilər? Onlar etiqad edirdilər ki, bilirdilər ki, tohiddən qəsd, şəriət gələndə, peyğəmbərlər gələndə, tohid dedikdə qəsdləri nədir? Allahı ibadətdə təkləşdirmək. Ərəf surəsinin 7-ci ayəsi, 70-ci ayədə. Muaz bin Cəbənin hədisinin bir ləfzində varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz bin Cəbəni Yəmənə kitab əhlini göndərdikdə buyurur ki, "Fəliyəkun əvvəl mə tədğuhum ileyhi əyyvəhidullah." Onları ən birinci çağırdığın şey Allahı tohidi olsun, Allahı təkləşdirmək olsun. Necə ki, Buxari səhihində rəvayət edib. Artıq Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni hədislərin rəvayətləri bir-birini neynir? Bir-birini açıqlayır. Başqa rəvayətdə tohidin mənası açıqlanıb ki, tohid nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, onları Allaha ibadətdə təkləşdirmək, onlara tohidə çağır. Ən birinci çağırdığın şey tohid olsun. Allahın tohidinə. Əyyvəhidullah, Allahda təkləşdirsən. Başqa rəvayətdə gəlib ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin tohiddən olan qəsdi nədir? Gəlib ki, "Fəlyəkun əvvəl mə tədğuhum ileyhi ibadətullah." Onları ən birinci çağırdığın şey nə olsun? Allahın ibadəti olsun. Deməli tohid nədir? Allahı ibadətdə təkləşdirməkdir. Bunda Buxari səhihində rəvayət edib. Və başqa ləfzdə gəlib ki, "Fəizə ci'təhum fəd'uhum ilə əyyəşhədu ən la ilahə illallah və ənə Muhammedən Rasulullah." Onların yanına gəldikdə onları la ilahə illallah və Muhammedən Rasulullah kəlməsi şəhadətinə dəvət elə. La ilahə illallah nə deməkdir? Allahı ibadətdə təkləşdirmək deməkdir. Bu hədisdə Buxari rəvayət edib səhihində, yəni bu ləfzi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm şəhadəti mənasını nə edib? Tohid. Tohid də nədir? Allaha ibadətə təkləşdirmək. Üç ləfzdə gəlir. Tohidə çağır, Allaha ibadətə və la ilahə illallah şəhadətinə. Üçü də nədir? Eyni mənadır. La ilahə illallah nədir? Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur. Yəni Allahı tək Allaha ibadət etmək. Allahdan başqa yaradan yoxdur, yox. Elə deyil, elə deyil. Çünki onsuz da etiqad eləyirdilər. İbn Ömərin hədisində, İslamın rükunları barəsində olan hədisdə buyurur ki, "Buniyəl İslam alə xəms." Bir rivayətdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Buniyəl İslam alə xəms." İslam 5 şeyin üzərində qurulub. Alə əyyvəhidullah. Deyir, Allahı deyir, təkləşdirməyin üzərində. Görürsən, başqa rivayətdə gəlib nə? Şəhədətə əllə iləhə illallah. Bu rivayətdə nədir? Allahı ibadətdə təkləşdirmək. Alə əyyvəhidullah. Allahı təkləşdirmək üzərində. Görürsən, Peyğəmbər sallallahu aleyhi və səlləm şəhadəti bu hədisin bu ləfzini Müslim rəvayət edib.
Peyğəmbər sallallahu əleyhi və səlləm şəhadəti nə adlandırdı? Tohid. Çünki bir ləfzdə gəlib ki, Bunyəl İslam alə xəms şəhadət əllə iləhə illallah. La iləhə illallah şəhadəti. Bu ləfzdə nə gəldi? Allahı təkləşdirməyin üzərində bulunur. Amr bin Abəsən hədisində gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir və deyir ki, "Mə əntə, sən kimsən? Sən nəsən?" Qal Peyğəmbər sallallahu əleyhi və səlləm ki, "Nəbiyyullah, mən Allahın elçisiyəm." Deyir ki, "Allahu ərsələk, səni Allah mı göndərdi?" Deyir ki, "Nəm, bəli." Qalə deyir ki, "Bi eyyi şeyin, nə ilə göndəribsə, hansı şeylə göndərib?" Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Və ey vahidullahu la yüşrika bihi şey'in." Allah təkləşdirilsin və Allaha heç bir şey nə olmasın, şərik qoşulmasın. Bu hədisdə Müslim rivayet edib öz səhihində. Və sahabilər də təvhidin bu məfhumunu bilib öz kəlmələrində istifadə ediblər. Yəni sahabələr də təvhid dedikdə təvhid kəlməsini ibadət mənasında istifadə ediblər. Cabir bin Abdullahın, yəni Peyğəmbər s.ə.v-in həccinin sifətini rəvayət etdiyi hədisdə buyurur ki, fəəhəllə bit-təvhid. Peyğəmbər s.ə.v deyir, təvhidlə təlbiyə elədi. Ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk lə şərikə ləkə ləbbeyk, innəl hamdə və ni'mətə ləkə vəl mulk, ya şərikə lək. Ləbbeyk Allahumma ləbbeyk, Allahım budur, mən sənin qarşındayam, ləbbeyk lə şərikə lək, ləbbeyk, mən sənin qarşındayım, sənin heç bir şərikin yoxdur. İnnəl hamdə və ni'mətə ləkə vəl mulk, həmd sənədir, nimət sənə məxsusdur, mülk də sənindir, lə şərikə lək, sənin şərikin yoxdur. Cabir radiyallahu anhu bu təlbiyəni nə adlandırdı? Peyğəmbər sallallahu aleyhi və səlləmin, yəni həcdə olan Allah üçün tərbiyəsini nə dedi? Dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm təvhidlə nə etdi? Təlbiyə elədi. Hansı ki, Allah subhanət hala təvhiddə heç bir şey yox, şəriki yoxdur. Həcdəki ibadət əməllərindəndir. Həcdə nədir? Əməldir, ibadətdir. Həcdə də neynədir deyir? Deyir ki, təvhidlə təlbiyə elədi. Həcd təvhiddirsə, təvhid adlandırdısa tərbiyəni, həcdə nədir? Əməldir. Deməli, təvhid nədir? Əməldir. Qulun etdiyi əməldir. Və ümmətin başa düşdüyü təvhiddə, yəni şəriətin bu məfhumu, təvhid kəlməsinə olan ümmət də bunun üzərində ittifaq edib, icma ediblər ki, şəriətdə təvhid dedikdə ibadət təvhidi nəzərdə tutulur. Allahı ibadətdə təkləşdirmək nəzərdə tutulur, rəbubiyyətdə təkləşdirmək yox. Ümmət buna ittifaq edib, icma edib. Necə ki, İmam Dərimi rahimullah buyurur ki, təfsir-ü təvhid indəl ümməti və savabuhu qovl la iləhə illallah vəhdəhu la şərikə ləh. Təfsir-ü təvhid indəl ümməti. Ümmətdə təvhidin təfsiri və düzü odur ki, la iləhə illallah vəhdəhu la şərikə ləh. Yəni Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, onun heç bir şəriki yoxdur. Yəni necə ki zikr olundu, yəni təvhid ləfsi şəriətdə deyildikdə, eləcə də lüğətdə və məxluqların halına görə fikir verdikdə təvhiddən qəsdinə tutur Allahı ibadətdə təkləşdirmək. Birinci, lüğət buna dəalət elədi. Bildi ki, necə? Çünki təvhid təkləşdirmək deməkdir. Təkləşdirmək lüğətdə. Qul da ancaq əməlində Allahı təkləşdirir. İbadətində. İkincisi, məxluqların icmasıdır. Çünki məxluqlar onsuz da rububiyyətlə, əsma və sifətdə Allahı təkləşdirirlər. Ona şərik qoşmurlar. Əgər onlar olmasaydı, yəni əgər Allaha təvhid, rububiyyət və yaxud Allahın əsma və sifəti qəsd olsaydı, niyə görə Allah Teala onlara Peyğəmbər göndərirdi və onları təvhidə dəvət edirdi və onları müşrik adlandırırdı? Nəsəbə, onsuz da onlar iman gətirirdi. Elə deyil. Çünki onlar nə edirdilər? Allaha şərik qoşurdular ibadətdə. Üçüncü isə şəriətdə gələn dəlillərdə fikir verir ki, təvhiddən qəsd nədir? Allahı ibadətdə təkləşdirmək gəlir. Təvhiddən qəsd. Necə ki, Cabir radiyallahu anh deyir ki, Peyğəmbər həzlə
Tohidlə tərbiyə elədi. Başqa rəvayətdə gəlib ki, həmin rəvayətdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, tavafın 2 rükətində deyir, qara fihimə bit-tohid. Qara fihə bit-tohid. Deyir, tavafın 2 rükət namazında tohidi oxudu. Tohid nədir? Qul ya eyyuhəl kafirun la a'budu ma ta'budun və la entum a'budun ma a'bud. Görsən ibadət və qul huvallahu ahad, Allahus samad, lem yelid və lem yulad və lem yekun lehu kufuven ahad. Üçüncüdə necə ki zikr etdiyi şəriətin dəlillərində və hətta şəriət birinci peyğəmbərləri Allah Taala göndərib ki, Allaha ibadət etsin insanlar. Deyir ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَهًا وَاحِدًا. Onlara yalnız əmr olunmuşdur ki, tək ilaha ibadət etsinlər. Və eləcə də kimlərə ki, peyğəmbərlər göndərilib, onların özü də belə başa düşürdülər ki, peyğəmbərlərin, yəni tohid dedikdə, onların qəsdi nə idi? İbadət oldu. Çünki deyirlər ki, bu nə xarıdır? Bu deyir ki, bir tək Allaha ibadət edin, atamızın ibadət etdiyinlərindən neyini tərk edin. Başqa ayədə gəlir ki, Əcələl əlihətə iləhən vahidə. Bütün ilahları bir mi ilah etdi? Bütün məbudları bir məbud mu etdi? Bugünkü dərsi başa düşdünüz. Yəni, inşallah bu qədər kifayətlənək. Qul hədən qul və estəqfirullah və ləkum və lisəl muslimin kuldən fəstəqfiruhu innahu huvəl ğafurur rahim.